Göyçə Vətən Müharibəsinin şəhidi Ağayev Ülvi Valeh oğlunun anım mərasimi keçirildi. Bugün Göyçə rayonunda Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan rayonun 20-ci şəhidi Şahsultanlı kənd sakini Ağayev Ülvi Valeh oğlunun 5-ci ildönümü məzarı önündə qeyd olundu. Ziyarətçilər əvvəlcə şəhidlərimizə dualar oxudu və bir dəqiqəlik sükutla yad etdi. Önce Azerbaycan'ın müstəqilliyi, torpaqlarımızın azad olunması, suverenliğimizin bərpa olunması uğrunda canından keçən yiğit şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla, ehtiramla yad edək. Çıxış edən ziyarətçilərimiz qəhrəman şəhidimiz Ağayev Ülvi Valeh oğlunun döyüş yolunda igidliyindən və mərdliyindən bəhs etdilər və onun vətənə göstərdiyi qayğı və diqqətindən danışdılar. Mərasimdə Göyçə rayonunun icra hakimiyyəti nümayəndələri, hüquq mühafizə orqanları, din xadimləri, şəhid ailələri, rayon və kənd ictimaiyyətləri, məktəblilər və şəhid ailələrinin üzvləri iştirak etdilər. Olsun. Allah sizin de ölenlerinizde rahmet eylesin. Çok sağ olun. Hanım gününe görüşmüşük. Düz 5 yıl bundan qabaq, bugünkü gün Şahsultanlı kəndinə, Göyçayımıza bir qara xəbərdir. Məlumatı verildi və bir ailənin çox mərd bir oğlu torbağa tapdı. Mən əvvəlcədən bildirəndə ki, Azərbaycanın müstəqilliyi və torpaqların azad olunmasında və suverenlər bu başlayır ta 1990-cı ilin yanvar ayında. Həmin günlərdə də Azərbaycanın müstəqilliyi uğrunda gənclərimiz meydanlara çıxdılar, öz iradələrini göstərdilər, vətəni sevməyi digərlərini nümunə olaraq göstərdilər və 100-dən artıq qadınlarımız, kişilərimiz, uşaqlarımız bu yolda anlamına çıxır. Bəlkə də o dövrləri təsəvvürümüzdə 90-94 bizlərlə Azərbaycan qurbançılarının həyata keçirir. Mərasim zamanı məktəb şagirdləri şeirlər səsləndirdilər. Əzildi zəhərli ilanın başı, analar, bacılar ağı deməyin, indi qismətiniz sevinç gözyaşı. Ey Şuşa bir daha gözlərin aydın, sənə sahib çıxdı mərd oğulların, adını tarixə yazdı hünərlə, dosta dost, düşmənə sərt oğulların. Gözəl Qarabağım eynin açılsın, sən artıq deyilsən düşmən tapdağı, indi al qoynuna zirvələrində, ulduzlu, hilallı, üç renk bayrağı. Haçandır qoynundan uzaq düşmüşük, səninlə həsrətin 30'dur yaşı. Hüsnünü görməyən fidan oğullar, uğrunda qan tökür, şir tək savaşır. İllərin son nəfəsiyəm, bu gün torpaq atda yatan həmin şəhidin səsiyəm. Unutmayın bizi bir an, keçsə də çox uzun zaman, düşmənə əqlədən amal, ordunun Məkkəsiyəm. Bu gün torpaq atda yatan həmin şəhidin səsiyəm. Məni bilənlərdən soruş, məni bilənlərdən soruş, cəsarətli o məhd duruş, kimisi tezin unulmuş, o hərbi xatirəsiyəm. Bu gün torpaq altında yatan həmin şəhidin səsiyəm. Mən yetim qalan uşağın, mən yetim qalan uşağın, mən onu sönmüş ocağın, mən namusu Qarabağın, Şah babamın ləvəsiyəm. Bu gün torpaq altında yatan həmin şəhidin səsiyəm, həmin şəhidin səsiyəm. Açır o gözəl Qarabağım, igidlər tarix yazıb, azad olub torpağım. 44 gün gecə gündüz apardıq mübarizə, düşmənə dağ çəkmişik, həsədlə baxır bizə. Şəhidləri anırıq, qazilər baş tacımız, onların sayəsində bitdi bütün acımız. Xalqım qalib xalq kimi daima yaşayacaq, Qarabağ əvvəlki tək cənnət deyən olacaq. Torpağa orada şehit nefesi var. Kan karışmış bu torpaqda. Sönmüş şehit həvəsi
var. Qurban olum yavaş gəzir. O dağlarda, o daşlarda. Qara şallı bir ananın dağlar boyda yarası var. Asta deyin, asta gülün. Yavaş çalın siqnalları. Bir atanın, bir ananın bala deyən naləsi var. Göz oxşayan bərbəzəkli, göy qırmızı, yaşıl rəngli dalğalanan bayrağımız. Sən millətin qürurusan, odun şöhrət sümbülün şan. Yenilməzdir Azərbaycan, ucal hər an bayrağımız. Xatırladaq ki, Ülvi Ağayev 1993-cü ilin martın 9-u Göyçay rayonu Şahsoltanlı kəndində anadan olub. Azərbaycanın ordusundan olan Ülvi Ağayev 27 sentyabr 2020-ci il tarixində başlanan Vətən müharibəsində könüllü olaraq cəbhəyə yola düşən Ülvi Ağayev döyüşlərdə şücaət göstərərək iştirak edib. O, Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 20-si Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdı. Oktyabr ayının 21-də Göyçay rayonu Şahsoltanlı kənd qəbirstanlığında böyük izdihamla dəfn edilmişdir. Azərbaycanın ərazi bütövlüyü uğrunda göstərdiyi qayğıya və diqqətinə görə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərəncamı əsasında Vətən uğrunda cəsur döyüşçü və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilmişdir. Tədbirin sonunda Ülvi Ağayevin məzarı önündə ziyarətçilər xatirə şəkilləri çəkdiriblər. Daha sonra tədbir iştirakçıları 1-ci Qarabağ şəhidi Məhiyev Əlif Ağa Nadir oğlunun məzarını ziyarət ediblər və ruhuna dualar oxuyub burada ziyarətçilərimiz xatirə şəkilləri çəkdiriblər. Onu da qeyd edək ki, Məhiyev Əlif Ağa Nadir oğlu 3 sentyabr 1973-cü ildə Göyçay rayonu Şahsoltanlı kəndində anadan olmuşdur. Məhiyev Əlif Ağa 1993-cü ildə 23 iyulda Ağdam istiqamətində gedən döyüşlərdən şücaət göstərərək qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır və Göyçay rayonu Şahsoltanlı kənd qəbirstanlığında böyük izdihamla dəfn edilmişdir. Adı əbədiləşdirilmək məqsədi ilə küçələrin birinə adı verilmişdir. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Sonunda şəhid Ülvi Ağayevin ailəsi ziyarətçiləri ehsan süfrəsinə dəvət etdi. Məkanın cənnət olsun şəhidim. Əməkdaşımız xüsusi müxbir İsmailov Zəkə Göyçaylı, Həmidov Bəhlul Göyçaylı, səsləndirdi Həmzəyeva Ramilə. Məkanın cənnət olsun şəhidim.